Salam, hər birinizi xoş gördük. Əziz dövlət qulluqçuları, dövlət qulluğunun test imtahanına hazırlaşan namizədlər. Mən söz verdiyim kimi 2026-cı ildə müəyyən yeniliklərlə sizin qarşınızda olacağam. Və onlardan biri də nədir? Çoxdan sizin gözlədiyiniz və bizim etmək istədiyimiz iki əsas məqam var. İkisini sizin diqqətinizi çatdıracağam. Birincisi ondan ibarətdir ki, yanvar ayındakı imtahana hazırlaşan namizədlər. Dövlət qulluğunun test imtahanında yanvar imtahanı üçün qeyddən keçən namizədlər, sizin imtahanınız bilirsiniz ki, yanvar ayının 15-idir. Və yanvar ayının 10-dan etibarən bizim seminarımız başlayır. Seminara qoşula bilərsiniz. Seminar qanunvericilik, məntiq, informatika və Azərbaycan dili fənləri sizlərə tədris ediləcək və seminara qoşulmaq tamamilə təmənnasız şəkildədir. Sadəcə bir şərtlə ki, siz hazırlaşırsınızsa, özünüz müstəqil şəkildə hazırlaşmalısınız. Çünki bəzən mənə müraciət edən tələbələr sonra görürəm ki, hər hansısa bir başqa kursda hazırlaşır. Bu doğru deyil. Sən başqa kursa hazırlaşırsansa, seminara qoşulmaya ehtiyacın yoxdur. Bu seminar özü hazırlaşan şəxslər üçündür. Hansı ki, onlara bir növ təkan, dirək vermək üçündür. Və imtahana 5 gün qalmış biz onu seminar təşkil edirik ki, 4 fən üzrə. Özü hazırlaşanlara kifayət qədər dəstək olduğumuzu bir daha sübut edək. Əziz yoldaşlar, əziz dövlət qulluqçuları və yanvar ayındakı imtahana gedən şəxslər. Buradan sizlərə səslənirəm. Əgər imtahana gedirsinizsə və imtahana gedən bir tanışınız varsa, özü hazırlaşırsa və necə deyim, yəni üzüb quyruğuna gəlib, sadəcə nəyə daha çox diqqət etməlidir, qanunların başdan sona onun izahı, 4 fəndən də söhbət gedir. İstəyirsə bizim dərslərimizi, seminarımıza qoşula bilər. Ayın 10-dan etibarən bizim seminarımız başlayır. Bu gün hələ ayın 6-sıdır. Bu videomda bugün ayın 6-sı yükləyəcəm. Dediyim kimi, qanunvericilikdə olan məsələn bütün mövzular korrupsiyadır, konstitusiyadır və yaxud da ki, etik davranış, dövlət qulluğu haqqında qanun, kateqoriya və təsnifatları mən sürətli şəkildə 4 gün və 5 gün ərzində sizlərə tədris edəcəm hər gün. Eyni zamanda kursun digər müəllimləri, məntiq, informatika və Azərbaycan dili müəllimləri də bu 4 gün ərzində sizlərə seminar vasitəsilə əlimizdən gələn hər şeydən yaxşısını verəcək ki, siz yüksək bal toplayasınız. İnanın səmiyyətimə 4 gün ərzində bütün maksimum biz enerjimizi versək və indiyə qədər öyrəndiklərimizi bu 4 gün və 5 gün seminar ərzində əlimizdən gələn hər şeyin ən yaxşısını eləyib, müəllimlərin verdiyi tapşırığı yerinə yetirib, o imtahandan nəticə əldə edə bilərik. Hər şey sizin üçündür, bunu unutmayın. Və mən həmişə YouTube videolarında demişəm, indi də deyirəm, məni bilən bilir və yaxud da ki, bilməyən indi öyrənir ki, mən həmişə öz hazırlaşanların yanında olmuşam və onlara həmişə öz dəstəyimi göstərmişəm. Bunun bariz nümunəsidir ki, YouTube kanalında çəkdiyim ödənişsiz videolar vasitəsilə kifayət qədər insan test mərhələsində özləri hazırlaşır. Müəllimlər deyir ki, get qanunu oxu, gəl, mənim qanunların izahına baxaraq gedib test və müsahibə mərhələsində müəllimlərə cavab verir və müəllimlər şok olur ki, bunu bu şəkildə mənimsəyib. Bunların hər birisində mənim məlumatım var, əziz yoldaşlar. Dövlət İmtahan Mərkəzində, elektron imtahan korpusunda mən də imtahana tələbələrimi gətirirəm və imtahandan çıxan, inanın ki, onlarla tələbə mənə yaxınlaşır və öz təşəkkürünü bildirir, öz sağ ollarını bildirir ki, müəllim, çox sağ olun, sizin videolarınızla hazırlaşmışıq, amma bizim müəllimimiz başqa bir müəllimdir. Mən onlara öz təşəkkürümü bildirirəm və uğurlar arzu edirəm. Sadəcə demək istədiyim odur ki, bu misalları ona görə çəkirəm ki, mən həmişə öz hazırlaşanların yanında olmuşam. Və bu video vasitəsilə də yanvar ayına gedən şəxslərə onu bildirmək istəyirəm ki, 4 fən üzrə seminara qoşula bilərsiniz. Qoşulmaq tamamilə ödənişsizdir və siz bu 4 gün ərzində inanın ki, mənə əgər tutalım 67 yığacaqsa, minimum 77 olacağını biz sizə belə deyək də əlimizdən gələn hər şeyin yaxşısını eləyəcək. Və sizdən də çox şey asılıdır burada əlbəttə ki. Sizin məsələn müəyyən qədər bazanız olmalıdır. Bu şərtdir ki, indi də özün də olsan, oxusan da bilməlisən ki, nədir. Bundan əlavə olaraq da dediyim kimi, indi bu videonu gördüyünüz andan şərh hissəsində qeyd etdiyim nömrəyə yazın. Şərh hissəsində qeyd etdiyim nömrəyə yazın. Mən sizə yanvar və digər müəllimlərin nömrəsini verəcəm. Məntiq, informatika və Azərbaycan dili qruplarına, seminar qruplarına əlavə edəcəklər sizləri. Təmənnasız şəkildə siz yanvar ayındakı imtahanda yüksək nəticə alacaqsınız və hazırlaşacaqsınız. İkinci şart xəbər ondan ibarətdir ki, yanvar ayının 15-dəki imtahan üçün mən əvvəllər elədiyim imtahana düşmə ehtimalı olan suallardır. Bilirsiniz ki, 40 dənə sual düşür əsl imtahanda və mənim tərtib etdiyim PDF-dən də təxminən 19, 20, 21 nöqtə və vergül çəkdiyi, məsələn, Konstitusiyada maddə 67, gəl bu maddə 67-dən düşür. Özünüz bilirsiniz, məni tanıyırsınız. İndi onu yanvar imtahanı üçün təkrar eləmək istəyirəm. Ümumiyyətlə hazırlaşan şəxslər mənim tələbəm oldu, digər müəllimənin tələbələri oldu, fərqi yoxdur. Onu təxminən yükləyərəm, yanvarın 12-si, 13-ü yükləyərəm.
Yanvar imtahana düşmə ehtimalı olan suallar hansılardır qanunlardan? Onu da sizə yanvar imtahanı üçün çəkib yükləyəcəyimi də sözünü verirəm. Özünüzdən müğayət olun. Seminarda görüşərik. Sağ olun, salamat qalın.